Salam, hər vaxtınız xeyir. 4-cü bölüm dərsliyində mən TradingView haqqında danışmaq istəyirəm. TradingView nədir? Nəyə görə TradingView-dən istifadə etməliyik? TradingView-nun daxilində nələr var? Bizə nə kömək edəcək və s. TradingView proqramı və yaxud saytı TradingView yazılır. Burada belə mobil tətbiq etməsi də mövcuddur. Planşetdə də baxa bilərsiniz, kompüterlə də girə bilərsiniz. TradingView belə yazılır. Burada ilk növbədə qeydiyyatdan keçib, yəni ki, akkaunt açandan sonra sizdə sadə hesab olur. İstəsəz müəyyən ödənişlə bir çox pro versiyalar da var ki, pro versiyasına nə daxildir? Qrafikləri bölmək, yəni bir neçə qrafikə eyni anda baxmaq və yaxud da backtest eləmək. Backtest nə deməkdir? Keçmişdə olan qrafiklərə gedib, misal üçün 2 il öncəsinə, 1 il öncəsinə və yaxud da 6 ay öncəsinə istədiyiniz vaxtda gedib öz deməli texniki analizlərinizi, giriş-çıxışlarınızı məşq etmək məqsədi ilə nəzərdə tutulmuş bir şeydir backtest. Növbəti dərslərimizdə backtestlə bağlı da danışacağam. Tapşırıqlar içində, yəni backtest eləmək də olacaq. Yəni backtest mütləqdir və şərtdir. Öyrənmə ərəfəsində mütləq backtest eləməyə ehtiyac var. Misal üçün məndə hal-hazırda sadə hesabdır. Backtest burada olur. Misal üçün keçirsiniz keçmişə deyil bu hissəyə. Buradan başlayırsınız öz analizlərinizi eləməyə. Amma məndə hal-hazırda sadə hesab olduğuna görə bunu sizə göstərə bilmirəm. Ümumiyyətlə trading bu nə üçün lazımdır? Mən başdan bu hissədən ola bütün hər tərəfi sizə göstərəcəm. TradingView bizim hansı ki cütlükdə işləyəcəyi, o cütlükdə aparacağımız analizlər üçün lazımdır. Analizi MetaTrader'da da yəni eləmək olar, amma uzun müddətli analizlər üçün və qrafiki daha geniş görmək üçün daha rahatı TradingView-dur. TradingView-da analizlərinizi aparıb MetaTrader-da girişlərinizi edə bilərsiniz ki, yəni belə olacaq, proses belə davam eləyir. İlk növbədə TradingView-da bu hissədə, sol küncdə, burada hesabınız olur. O hesabın içindən bir dəqiqə, yəni hesabınız bu hissədə görsənir. Onun yanında sağ tərəfdə hansı cütlükdə ki işləmək istəyirsiniz, o cütlüyün adını qeyd edirsiniz. Hər bir cütlüyün öz simvolu, öz adı var. Misal üçün Euro USD işləmək istəyən adam Euro USD yazır, Euro lazımdır, Eur USD-dır. Bu sağda gördüyünüz marketlər fərqli-fərqli belə deyim brokerlərə, marketlərə aiddir. Hər birində spread fərqi və qiymət fərqi ola bilir. Amma adətən əksəriyyəti eyni olur. Siz əgər hansısa bir pair yazanda bura, misal üçün deyək bu birinci, bu tikmildir deyəsən, hər nədirsə. Deyək Euro USD-nin hal-hazırda qiyməti, hal-hazırda deyim, indi həftə sonudur, yəni bazar bağlıdır. Ümumiyyətlə son göstərilən qiyməti 1.165-dirsə, sizin brokerdə işlədiyiniz, yəni brokerdə qiymətdə fərq ola bilər. Siz analizlərinizi brokerinizin sizə ötürdüyü data ya qrafikə uyğun olaraq seçməlisiniz TradingView-da. Yəni necə? Baxırsınız ki, burada qiymət 165-dir, amma MetaTrader-də brokerinizin qiyməti deyək ki 163-dür və yaxud da ki 164-dür. Siz buradan axtarıb tapırsınız ki, Euro USD məsələn o anda da 165.11-dir və s. Baxırsınız ki, MetaTrader 5-də olan qiymət nədirsə, bu TradingView-da da ona baxıb seçirsiniz. Bu tək Euro USD-yə aid deyil, Liboy deməli pairlərə aiddir. Misal üçün, KUSD-nin o andakı qiyməti başqadır. Misal üçün 4253-də bağlanıb. Deyək ki, Forex.com-da nə qədərdir? 251-dir burada. Burada da 251-dir. Qəpiklərdə və yaxud dollarda fərq ola bilir. Yəni ki, siz hansı brokerdə işləyirsinizsə, ona əsasən analizlərinizi aparmalısınız. Çünki girişiniz həmin brokerdə, həmin MetaTrader-də olan qiymətlə olacaq. Siz də TradingView-da həmin qiymətdə olan şeyi seçməlisiniz, qızılı seçməlisiniz, yəni marketi seçməlisiniz daha doğrusu. Buradan yəni istədiyiniz pair axtarıb tapırsınız. Misal üçün Nasdaq var burada, S&P-dir misal üçün və yaxud da ki başqa pairlərdir, məzənnələrdir, Bitcoin-dir və s. Bitcoin üçün Bitcoin USD yazılır. Burada bir stam marketi var, bir Binance marketi var və s. Yəni istədiyinizi seçib burada analizə apara bilərsiniz. Yəni ilk növbədə sol küncdən deməli analizinizi aparmaq istədiyiniz pairi seçirsiniz. Onun yanında burada gördüyünüz rəqəmlər zaman aralığı deyək, time frame deyirlər ingiliscəsində buna. Zaman dilimi türk dilində. Bu nə üçün nəzərdə tutulur? Mən ilk dəfə trader başlayanda düşünürdüm ki,
Nəyə görə 4 saatlıq, 1 saatlıq, 1 dəqiqəlik, 5 dəqiqəlik, yəni bunların hamısında, yəni mən hansında girməliyəm əməliyyata? Yəni necə olmalıdır bu? Başa düşmürdüm bunu. Bu deməli time frame-lər nəyi nəzərdə tutur? Məsəl üçün 4 saatlıqdan başlayaq. Qrafikdə gördüyünüz qrafikdə gördüyünüz hər bir şam 4 saat ifadə edir. Yəni 4 saat ərzində baş vermiş qiymət dəyişikliyi bir şamla ifadə edilir 4 saatlıq qrafikdə. Yəni time frame-də burada 4 saatı seçəndə hər bir qrafik 4 saatı təmsil edir. 1 saatlıq, məsəl üçün belə deyək, bu 4 saatlıq qrafikdə, daha doğrusu şamdır. Bu 4 saatlıq şam 1 saatlığa keçəndə burada məsəl üçün 4 dənə təqribi qırmızı şam olmalıdır. Çünki 4 saatlığın biri qırmızıdırsa, düz o dəyişə bilir. İndi baxaq görək məsələn 1 saatlıqda. Bu son 4 şam 1 2 3 4 qırmızı olub. Yəni bayaq gördüyümüz bir iri 4 şam əslində buydu. Yəni bax buraydı. Bu 4 saatlıq şamın 4 saatlıq şamdır. Amma indi hər bir şam 1 saatlığı ifadə edir. Yəni indi dediyim 1 saatlıq qrafikə baxanda. 30 dəqiqəlik qrafikdə isə hər bir şam 30 dəqiqəni göstərir. 15 dəqiqəlik də hər bir şam 15 dəqiqəni, 5 dəqiqəlik də 5, 1 dəqiqəlik də 1. Yəni 1 dəqiqəlik qrafikdə hər bir şam 1 dəqiqə ərzində hərəkətini göstərir. Aşağıda görürsüz, burada bu hissədə tarix görsənir. Məsəl üçün bu şam 00:51-in şamıdır. Bu 52-nin, bu 53-ün, bu 54-ün. Ümumilikdə baxır hansı tərzdə siz trade edirsiniz. Əgər çox uzun müddətli, yəni swing trade deyirlər, uzun müddətli trade-ə. Uzun müddətli trade edirsə, həftəlik, aylıq baxmağınız uyğundur. Çünki analizlərinizin orada aparmağınız və nəticəyə orada gəlməniz daha uyğundur. Intraday, yəni günlük ticarət edirsinizsə, 4 saatlıq, 1 saatlıq, yəni uzaqbaşı daily-yə baxa bilərsiniz. Yəni günlük qrafikə baxa bilərsiniz ki, mən ehtiyac görmürəm, amma baxa bilərsiniz. Daily qrafik nə deməkdir? Yəni hər bir şam bir günü ifadə edir. Weekly, həftəlik qrafik isə hər bir şam bir həftəni ifadə edir. Hal-hazırda baxdığımız qrafik qızılın günlük qrafikidir. Yəni son təqribi belə deyim, avqustun 20-sindən oktyabrın 17-sinə qədər qızıl qalxa-qalxa gedib. Və bu şamların hər biri bir günü ifadə edir. Son trade günü, yəni dünən 5-ci gün qızıl çox böyük düşüş elədi. Bu həmin şam düşüş şamı 5-ci günün düşüşüdür. Bu 4-cü günün qalxışıdır. Yəqin ki aydındır. 4 saatlıq, saatlıq, 30 dəqiqəlik, 15 dəqiqəlik, 1 dəqiqəlik, 5 dəqiqəlik. Bu mən özüm üçün bunu belə kombinləmişəm. Burada yəni deməli 2 dəqiqəlik, 3 dəqiqəlik, 5 dəqiqəlik, 10 dəqiqəlik, 15, 30, 45 saatlıqlar yəni fərqlidir. Ümumi olaraq, yəni traderlər 4 saatlıq, 1 saatlıq, 15 dəqiqəlik, 5 və 1 dəqiqəlik də analiz edirlər, 30 dəqiqəlik də analiz edirlər. Kimə necə uyğundursa, hansı şəkildə analiz edirsə, öz time frame-də bu öz istədiyi kimi yığa bilər. Ondan sonra gələn şey, deməli, candle-ların, yəni şamların formasıdır. Yəni qrafikə hansı formada baxırsınız şamlara. Bu şamları dəyişdirməyin bir mənası yoxdur. Məsəl üçün belə bir şam olur və yaxud da ki volume candle üçün pro hesab lazımdır və yaxud bu formada olur. Yəni normalda, yəni hər kəsə uyğun olan standart candle-lar, şamlardır ki, bu formada. Mən özüm üçün bura line chart da qoymuşam. Yəni line nə deməkdir? Qrafikin xətt olaraq izlənməsi. Bu sizə gələcək dərslərimdə analizdə istifadə edəcəyiniz bir nüansdır, onu da izah edəcəm. İndi üstündən keçim ki, line qrafikdə, yəni qrafiki xəttlərlə görürsünüz. 4 saatlıq dəstəkləri və dirəncləri bu qrafikdə görməyiniz sizin işinizi asanlaşdırır. Və yaxud da ki 1 saatlıqda və yaxud da ki 30 dəqiqəlikdə. Trading View-da şamları dəyişdirə bilirsiniz, line olaraq baxa bilirsiniz, time'ları dəyişə bilirsiniz. Bu hissəsində indikatorlardır. İndikatorlar nədir, nədə istifadə olunur? Bu da başqa bir dərsdə izah edəcəm. Hal-hazırda indikatorlardan danışa bilmərəm, amma indikatorlar bölməsi bu hissədə olur. Yəni burada texniki indikatorlar var, hazır standart bütün dünyanın istifadə elədiyi, yəni basic indikatorlar və axtarış yerində istədiyiniz bir şey yazaraq, misal üçün, yəni kimlərinsə öz düzəltdiyi indikatorlar var ki, burada yəni milyonlarla indikatorlar var, fərqli-fərqli indikatorlar ki, istifadə edə biləcəyimiz. İndikatorlar dərsində bunlar haqqında ətraflı məlumat verəcəm. Burada alarm var. Alarm nədir? Yəni öncədən istədiyiniz bir
qiymətə alarm qoyursunuz ki, yəni qiymət misal üçün 4100-ə çatanda, məsələn 105 çatanda alarm qoyursunuz ki, bu xəttə çatanda sizə bildirim gəlir ki, qiymət buradadır və yaxud yuxarı hara istəsəz qoya bilərsiniz. Yəni trading bunun daxilində bu kimi özəlliyi də var. Replay, yəni bayaq dediyim backtest üçün keçmişə gedib keçmişdə olan bir qrafiki, misal üçün 4 saatlıqda biz gedirik 2024-ün oktyabr ayına, 2024-ün oktyabr ayları təqribən buralara düşür. Burada biz gələcək şamları görə bilirik deyə, bizim analizimizi eləməyimizdə, yəni gözümüzün qabağında da bilirik, misal üçün buradan düşəcək. Amma bu replay vasitəsilə bunu gətirib buradan kəsirik. Görürsünüz, kəsilimdən sağdakı tərəf biraz bulanıq görsənir. Bunu kəsəndən sonra pro hesabda bura vəbşə görsənmir. Siz analizinizi sol hissəsində nə görürsünüzsə, ona əsasən aparırsınız və gələcəkdə qiyməti necə olacağını təxmin edirsiniz. Yəni backtest replay bunun üçün nəzərdə tutulub. Replay budur. Bu gördüyünüz öz istifadə edəcəyiniz favori alətlərdir ki, yığırsınız bura əlinizin altında olması üçün, hər dəfə buradan götürməyəsiniz deyə. Alətlər paneli sol tərəfdə yerləşir. Bu hissədə gördüyünüz kimi, əgər görmürsünüzsə göstəreyim. Bu hissədə alətlər panelidir. Alətlər panelində nə yerləşir? İlk növbədə bu kursordur, yəni ki, qrafiki sola-sağa hərəkət elətdirmək üçün. Qrafiki yığmaq üçün klaviaturada kontrolu basıb, sonra mişqada bu fırradan var ya ortada, onu basaraq yığıb aça bilərsiniz. Əlavə olaraq sağ tərəfdə qiymətlər olan yerdə basıb yuxarı aşağı edərək qrafiki özünüzə uyğun ayarlaya bilərsiniz. Onun altında olan, burada trendline'dır, ray'dir, trend angel'dır, horizontal line, horizontal ray, bu kimi xəttlər var ki, bunların əksəriyyətini istifadə etməyə ehtiyac olmayacaq. Mən sizə bunların hamısını bir-bir göstərəcəm. Bir-bir olmasa da, yəni daha doğrusu önəmli olanlarını göstərəcəm. Hansından nə cür istifadə edirsiniz. Məsəl üçün trend line-ı seçirsiniz. Deyək ki, bu texniki analizdə istifadə edəcəyimiz məsələlərdir. Qızıl buradan etibarən gördüyünüz kimi up trenddədir, yəni yüksələn trenddədir. Bu şəkildə çəkirsiniz, yəni ki, trend line-ı həmin bu xətlə çəkirsiniz, burada yazılıb trend line. Bunun paralelində çəkə bilərsiniz, misal üçün, şu an elə belə atıram və s. Yəni ki, trading view'da analizləri biz istifadə edəcəyimiz alətlər paneli buradakı şeylərlə istifadə olunur. Onları da bir-bir göstərirəm. Horizontal ray var. Bu dəstək dirənci və yaxud da ki, önəmli nöqtələri özünüz üçün gözünüz görsün deyə misal üçün ata bilərsiniz bu formada. Yəni bu horizontal rayları belə atırsınız xətt kimi. Həm qiymət görsənir, həm sizin dəstək və yaxud dirənc səviyyələrinizi görməyinizə kömək olur. Girişlərinizi, çıxışlarınızı və s. likvidlik bölgələrini bu horizontal ray ilə belirləyə bilərsiniz. Burada Fibo var. Fibonacci nə deməkdir? Fibonacci'nin trade'də müəyyən belə deyim, qiymət səviyyələri var ki, onu hər kəs fərqli istifadə eləyir. Bu da dediyim kimi paternlərə girdiyinə görə mən bunu da başqa bir dərsdə izah eləyəcəm. Hal-hazırda Fibonacci qiymətləri filan bu barədə danışmaq istəmirəm. Sadəcə alətlər paneli ilə tanış eləmək istəyirəm ki, Fibo burada olur, buradan seçirsiniz. Bu artıq spiral Fibodur və s. Bunları istifadə mən eləmirəm və sizə də bu barədə məlumat verməyəcəm. Çünki çox da dərinə getmək lazım deyil və hər şeyi də bilmək lazım deyil. Yəni bunları necə deyim? Ümumiyyətlə mən bu dərsliyi boyu çalışacağam ki, sadə və pul qazandıra biləcək metodları bilməyiniz kifayətdir. Çox hər şeyin dibinə gedib, hər şey haqqında məlumat əldə edib, strategiyaları bir-birinə qatmağın, burada 90 dənə indikator açıb, Fibo atıb, nə bilim, ailənin bir-birinə vurub enter eləmək lazım deyil. Onsuz da hər bir strategiya eyni nöqtəyə gəlib çatır. Hamısını bilməyiniz sadəcə başınızı qarışdıracaq. Yəni mən hamısını öyrənmişəm və yekunda bir şeydən yapışmışam. Hamısını bilməyim, hamısını istifadə eləməyim mənasını kəsb eləmir. Fibonu izah eləyəcəm sizə. Bu hissədə long position, short position deməli nələri var? Belə deyim də alətləri var ki, onu da mən burada favoriyə əlavə eləmişəm. Backtest elədiyiniz zaman və yaxud da ki entry eləmək istədiyiniz zaman bunlardan istifadə edə bilərsiniz. Üz aşağı olan deməli alət shortdur, bu longdur. Short long nə deməkdir? Short yəni düşüş,
Sell, long yüksəliş, buy deməkdir. Short misal üçün deyək ki, əməliyyat açmaq istəyirsiniz. Buradan sell açacaqsınız. Sizin qazana biləcəyiniz məbləği belə qərarlaşdırırsınız. Deyək ki, bura kimi gələcək qızıl, məsəl üçün deyirəm. Stopu da qoyursunuz deyək ki, bura, məsəl üçün. Yəni backtest eləyəndə və yaxud da ki, analiz eləyəndə bundan istifadə eləyə bilərsiniz. Həmçinin bunun əksi long position üçün də bu formada eləyə bilərsiniz. Ondan sonra önəmli olan burada brush'dır, çəkmək üçün və yaxud da ki, hissələri göstərmək üçün alətlər var ki, məsəl üçün arrow var, belə eləyirsən, bura bax, nə bilim, ora bax. Bu kimi şeylərdir. Bunu özünüz də proqrama girəndə buradan baxa bilərsiniz. Rectangle var, misal üçün bunu çəkmək üçün, istədiyiniz bölgələri işarətləmək üçün. Yəni bu kimi alətlər sol tərəfdə yerləşir. Özünüz də səhifəyə girib baxa bilərsiniz ki, burada bu nə üçündür, bu nə üçündür. Mən sadəcə yerlərini göstərim və istifadə qaydalarını göstərim ki, nədə istifadə olunacaq. Amma əlbəttə ki, detaylı olaraq texniki analizdə hansı alət nə üçün istifadə olunur və nə formada istifadə olunur, bunu ayrıca çəkəcəm. Hal-hazırda Trading View proqramı ilə tanışdıq ki, ümumiyyətlə eşidəndə ki, Trading View nədir? Trading View analiz eləmək üçün olan bir saytdır, bir proqramdır. Burada teksti istədiyiniz yazını yazmaq üçün, misal üçün burada yazırsınız ki, bura dəstək yazılır. Dəstək nədir? Söz olar, dəstək. Nəysə, belə. Mətn yazmaq üçün bunun üstünə 2 dəfə basanda və yaxud da ki, settingə girəndə burada bunun qalınlığını, ölçüsünü, arxa fonunu və s. dəyişdirə bilirsiniz. Yəni, mətn yazmaq da olur burada. Ondan sonra notlardır, bu table'lardır heç. İkonlardır, yəni istədiyiniz smile yerləşdirə bilirsiniz. Bu gerekli bir şey deyil. Burada magnet var ki, misal üçün, magnet nəyə lazımdır? Magnet açıq olanda, deyək ki, siz trendline çəkmək istəyirsiniz, iğnələri və gövdələri o dəqiqə tutur və o birisləri avtomatik birləşdirir. Yəni, hara qoymaq istəyirsinizsə, sizin bir də sürüşdürməyinizə ehtiyac olmadan özü avtomatik seçir gövdə və iğnələri. Bu magnet açıq olanda bu olur. Magneti söndürəndə isə avtomatik seçmir. Alətlər panelində bu kimi şeylər mövcuddur. Yəni, qısa üstündən keçdim. Yəni, sizin istifadə edə biləcəyiniz şeylər burada yerləşir. Buradan seçəcəksiniz və analizlərinizi buradakı alətlərə görə aparacaqsınız. Sağ tərəfdə bu hissədə hansı ki pairdə işləyirsiniz, onun qiymətləri görsənir. Ümumiyyətlə, TradingView interfeysini, rəngini və s. dəyişmək istəsəz, Options ekranda, yəni bu hissədə, qrafik ekranda sağı basırsınız. Burada settingə girirsiniz, ayarlara, nastroykaya. Burada deməli candle şamların rənglərini dəyişə bilərsiniz, iğnələrin rəngini dəyişə bilərsiniz. Xəttlərin, sağda olan qiymətlərin rəngini dəyişə bilərsiniz. Yəni bütün background-u dəyişə bilərsiniz, line-ların rəngini dəyişə bilərsiniz. Bütün detallı interfeys dəyişikliklərini bu hissədən, yəni nastroyka ayarlar hissəsindən, setting hissəsindən dəyişə bilərsiniz. Ümumiyyətlə məndə hal-hazırda qrafik arxa fon ağ rəngdədir, kənarlar qaradır. Bunu bu hissədə deməli dark theme var. Normalda belə olur, ağ rəngdə olur. İstəsəz bunu, yəni dark modda da istifadə edə bilərsiniz. Dark modda keçmək üçün accountun yanında burada dark theme var. Onu basırsınız, yəni qara fona keçir. Qara fon option dark mod belə olur. Prosta mənə bu gözümü yorduğuma görə mən girirəm buradan nastroykadan, deməli background qaradır burada. Bunu götürüb eləyirəm ağ. Bu qədər. Bax, götürüb dark mod elədim deyə bütün şeylər dəyişdi. İndi var settingdən misal üçün qiyməti qara eləməliyəm. Haradadır qiymət? Text. Haradadır bu? Burada olmalıdır məncə. Crosshair. Belə tekstlədim. Bu qədər. Yəni ki, qrafik istədiyiniz kimi bu hissədən ayarlaya bilərsiniz. Burada qiymətlər olur. Bu hissədə sağ tərəfdə, daha doğrusu burada, yəni bayaq elə buradan girdiyimiz ayarlar burada da var. Bu ilə ekranı böyüdə bilərsiniz. Eski basanda uzaqlaşır. Bu hissədə sizin watchlistinizdir. Watchlist nə deməkdir? Yəni əlavə elədiyiniz pairlər ki, hansı pairlərdə ticarət eləyirsinizsə, buradan add eləyə bilərsiniz. Axtarırsınız, yazırsınız. Misal üçün nə yazaq?
Misal üçün, funt sterling ilə Yapon yenini bura üstə gəlib basırsınız, əlavə olunur sizin watch listinizə. Watch listinizdə sizin ticarət edəcəyiniz pairlər görsənir. Buradan da ona baxa bilərsiniz, seçə bilərsiniz. Əlavə olaraq qrafikdə probeli basanda bir pairlər arasında keçid olur. Bu hissə budur. Sonra replay kimi girdi. Ondan sonra nə var? Aşağıda tarixlər görsənir, hansı tarixdə, hansı saatda olduğu. Bunun da həmçinin ayarlarından, bunun ayarlarından hansı zaman dilimini istəyirsinizsə dəyişə bilərsiniz. Yəni fərqli ölkədə olsanız və yaxud da ki New York time ilə baxmaq istəsəz, burada New York seçib New York time ilə aşağıda yəni şamların saatını və yaxud da ki hal-hazırdakı saatı buradan düzəldə bilərsiniz. Amma bunun New York saatında eləməyin heç bir mənası yoxdur. Çünki Azərbaycanda yaşayırsınız, Azərbaycan saatı ilə trade edirsiniz. Ona görə də bu ya Dubai ya da Bakı olmalıdır. Dubai ilə Bakı ikisi də üstə gəl 4 olduğuna görə elə Dubai'yi seçə bilərsiniz. Bu belə. İkincisi, TradingView tək analiz deməli proqramı olmasından başqa aşağıda burada trading paneli var. Yəni ki, növbəti dərsimizdə mən izah eləyəcəm brokerlərlə bağlı. Hansı brokerdə işləyirsinizsə, həmin brokeri birbaşa TradingView-a inteqrasiya eləyə bilərsiniz. Yəni ki, misal üçün, deyək Capital.com-da hesabınız var və yatırımınız Capital.com-dadır. Capital.com-un login və parolunu buradan girirsiniz. Open account və yaxud da connect account eləyirsiniz. Connect eləyəndən sonra həmin deməli Capital.com-un sizə verdiyi hesab logindən giriş eləyirsiniz və sizin avtomatik olaraq Capital.com-daki yatırımınız birbaşa inteqrasiya olunur TradingView-a və burada analiz necə ki eləyirsiniz, burada xəttləri çəkdiniz və s. deyək ki, buradan sel açmaq istəyirsiniz falan filan. Bunu burada belə atırsınız və həmin broker bura inteqrasiya olduğuna görə birbaşa yuxarıda solda görürsünüz sell buy. Bunlarla özünüz üçün limit ata bilərsiniz və yaxud da ki stop loss, take profit, market girişi eləyə bilərsiniz. Yəni ticarətinizi TradingView-nun üstündən də apara bilərsiniz. Amma bir məsələ var ki, hər bir broker TradingView-la inteqrasiyası yoxdur. Misal üçün, mənim işlədiyim brokerin TradingView-la inteqrasiyası yoxdur. Açığı heç yəni mənə lazım da deyil. Çünki mən dəfələrlə görmüşəm fon şirkətlərində və başqa brokerlərdə də TradingView-la inteqrasiya olanda daha da gecikmə olur. Onun üçün böyük ehtimal ya TradingView-nun prosunu almaq lazımdır. Məncə yəni, bilməm nəyə görə çox gecikmə olur. Həm adicə TradingView-nun özündə belə gecikmə olur. Yəni bu hərəkətlənmə MetaTrader-də, yəni brokerin ötürdüyü data ilə buradakı hərəkətlənmədə fərq olur. Bu elə biraz belə necə deyim, donaraq hərəkət eləyir, amma MetaTrader-də daha akışqan və daha sürətli olur. Ona görə də mən MetaTrader-də ticarət edirəm. Sizə də MetaTrader nədir, necə hesab açılır, necə deməli əməliyyat açılır və s. Bunlar növbəti dərslərdə olacaq. Hal-hazırda TradingView haqqında danışıram. Deməli aşağıdakı hissədən trading panelindən burada istədiyiniz brokeri yaza bilərsiniz. Misal üçün CFI deyək və yaxud da ki başqa nə broker var baxaq görək. Yoxdur belə şey. NinjaTrader brokeri var. Hələ belə random atıram, nə bilim. Başqa nə var? Misal üçün mənim işlədiyim Eknes. Eknes yoxdur burada. XM var, XM də yoxdur. Okta da yoxdur. Yəni ki müəyyən deməli brokerləri burada axtarıb tapa bilərsiniz. Amma yəni TradingView-la show all broker var. Burada misal üçün bu brokerlərlə. Yəni bu brokerlərin inteqrasiyası var TradingView-la. Bunlardan hər hansısa birinə yatırım eləsəz, TradingView-da deməli işlərinizi aça bilərsiniz. Əlavə olaraq başqa burada nə var? Mən bir şey görmürəm. Nəsə sualınız varsa TradingView-la bağlı yaza bilərsiniz kommentdə, məlumat verim. Əslində elə də gəlir bir proqram deyil, sadə proqramdır. Yəni yığırsan qrafiki, baxırsan, xətti çəkirsən, bunu buradan atırsan, bunu buradan atırsan, bu hissəni belə götürürsən və s. Bunları indi nəyə görə atdım? Elə belə atdım. Yəni vaxtı çatanda texniki analiz dərslərində bu xəttlər nə üçün istifadə olunur? Bu xəttlərin kəşfməsində nə etmək lazımdır? Misal üçün bunu niyə görə istifadə edəcək və s. Yəni bunlar növbəti dərslərdə olacaq. Məncə TradingView asandır, yəni başa düşdünüz, yəni hələ də qəliz bir şey deyil, sadə proqramdır. Kim istəsə girsin TradingView saytına, hesabını açsın və özü canlı olaraq TradingView interfeysi ilə tanış olsun, nə harda yerləşir bir baxa bilər. Bu qədər, sağ olun.